Yaxın zamanlarda müayinə olundum və məlum oldu ki, məndə əslində hepatit C virusu var imiş və mən hepatit C xəstəsiyəm. Sizcə bu uzun müddət davam edərsə və mənim xəbərim olmasaydı, mən sirroz xəstəliyinə tutula bilərdim. Dostlar, hər birinizi salamlayıram. Qarşıda gələn Novruz bayramınızı da təbrik edirəm. İzləyicilərimizdən biri belə bir sualla bizə müraciət edib və bu sualı cavablandırmağımızı istəyib. Hepatit C-yə öncə onu bildirim ki, uzun müddət səssiz şəkildə davam edə bilər. Yəni asimptomatik davam edə bilər. Müəyyən kəskin əlamətləri çıxmaq şərtilə əksər hallarda asimptomatik olaraq davam edir. Əgər sizin xəbəriniz olmasaydı və hepatit C xəstəliyindən orqanizmdə qalışır və onun inkişafı davam etsəydi, nəticədə qaraciyərdə dəyişikliklər yaradacaqdı və iltihabi əlamətlər yaratdığına görə və qaraciyər həmçinin sinir ucları ilə, sinir hüceyrələri ilə az təchiz olunduğuna görə və yaxud da nisbətən zəif təchiz olunduğuna görə orada baş verən dəyişiklikləri əksər hallarda gec xəbərdar oluruq. Ona görə də iltihabi proseslər başladığı zaman göstərdiyi çox cüzi əlamətlərlə xəstə ona bəlkə laqeyd yanaşacaqdır. Nəticədə iltihabi nahiyələrdə fibroz və fibrozun uzun müddət davam etməsi ilə təbii ki, sirroz baş verə bilərdi. Ona görə də öncədən xəbərdar olmaq, analiz, check-uplara getmək daha çox tövsiyə olunur. Dostlar, hər birinizi Doktor Nemo YouTube kanalına abunə olmağa dəvət edirəm və burada hepatit haqqında, A, B, C variantları, dərmanlar haqqında, müəyyən qrip xəstəliyi haqqında və qaraciyərin fiziologiyası haqqında və digər mövzularda videolar paylaşmışıq. İzləməyinizi tövsiyə edirəm. Fikirlərinizi bildirin. Həmçinin yeni paylaşılacaq tibbi maarifləndirmə videoları haqqında xəbərdar olmağınız üçün də bildiriş bölməsini açıq qoymağınızı istərdik. İndi isə sağ olun, canınızı qoruyun, sağlam olun.